Maşın sürən tapmaq nadir hadisə olacaq. Elon Musk'dan yeni proqnoz. Gələcəkdə sükan arxasında insan görsəniz, bəlkə də ona nostalji həvəskarı kimi baxacaqsınız. Çünki Elon Musk hesab edir ki, yaxın 10 ildə avtomobillərin böyük hissəsini artıq insanlar yox, süni intellekt idarə edəcək. Musk bu barədə İsraildə keçirilən Smart Mobility Summit tədbirində video bağlantı zamanı danışıb. Onun sözlərinə görə yaxın 5-10 ildə yollarda əsas işi robotlar görəcək. 10 ildən sonra avtomobillərin qət etdiyi məsafənin təxminən 90%-i süni intellektlə idarə olunan maşınların payına düşəcək. İnsanların özlərini maşın sürməsi isə əsas fəaliyyətə çevriləcək. Başqa sözlə gələcəkdə özüm sürüm, zövq alım deyənlər indiki at həvəskarları kimi xüsusi kateqoriyaya daxil ola bilər. Musk bildirib ki, artıq Amerika Birləşmiş Ştatlarının Texas ştatının 3 şəhərində təhlükəsizlik sürücüsü olmadan çalışan pilotsuz avtomobillər fəaliyyət göstərir. Şirkət ilin sonuna qədər sistemi daha geniş ərazilərə yaymağı planlaşdırır.